Abbas özünü bu yerdə Əlqəmə çayına yetirdi. Deyilənlərə görə Abbas Əlqəməyə çatarkən bərk susuz olsa da amma su içmədi. Bu gecə idi amannamə gətirmişdilər Əbəlfəz ağaya. Gördülər Şimrin səsi gəlir. Şimrin ana tərəfdən deyirlər qohumluğu vardı Əbəlfəz ağaya. Bacım oğlanları deyirdi onlara. Əbəlfəz çağırır bir-bir, qardaşlarını özünü çağırır. Əbəlfəz ağa elə bil eşitmir Şimrin səsini. İmam Hüseyin dedi, qardaş get gör nə deyir. Gəldi dedi, sənə amannamə gətirmişəm. İbn Ziyad amannamə verib, getsən sən amandasan. Baxdı dedi, təbbət yədak ya Şimr, əlin qurusun Şimr. Lə'nəkəllah və lə'nə ma ci'tə bihi min əmanikə haza. Allah sənə də lənət eləsin, sənə bu amannamə yazana da lənət eləsin. Ey sərvər salar hərəm xanə Əbəlfəz, imdad elədin məktəb-i Qur'anə Əbəlfəz. Ətə'muruna ən nətrük əxanəl Hüseyin ibn Fatimə. Deyirsən qardaşımız Fatimə balası, Zəhra balası Hüseyni tərk eləyək. Deyirsən ki, Hüseyni tərk eləyək, lənət olunmuşların tərəfinə keçək. Lənətə gəlmişlər və lənətə gəlmişlərin oğullarının tərəfinə keçək. Dedi, ey piri mücəvvir, itiribsən özüvi, mərifət yoxdur tutub pərdə-i qəflət gözüvi. Deyilən müştəri bu sözlərə, qurtar sözüvi. Üməvilər ola bilməz hədəfi aliyədə, sənə də lənət amannamə yazan valiyədə. Dedi, mənə amannamə gətirmirsən, cırdı, atdı, qayıtdı, gəldi xeyməsinə. Birdən gördü Əli Əkbər dayanıb xeymə yanında, başını salıb aşağı. Əbəlfəz çıxdı, dedi, canım sənə fəda olsun, niyə belə dayanmısan? Dedi, əmi atam çağırır səni xeyməsinə. Gəldi, başı aşağı salıb, həyəcanlı halda gəldi Hüseynin xeyməsinə. Üzbəöz dayandılar, ayla gün üzbəöz dayandılar. Hüseyin baxdı, dedi, heç kimi qardaş utandırmaq bizə adət deyil. Fikrin olsa getməyə Zeynəb də narahat deyil. Getmək istəyirsən, get. Amannamə veriblər, getmək istəyirsən, get. Deyir, Əbəlfəz heç nə demədi, başını saldı aşağı. Çıxdı Hüseynin xeyməsindən, bilirsiniz hara getdi? Getdi Zeynəbin xeyməsinə. Əbəlfəz də çətin məqamda bacısı Zeynəbə pənah aparır. Ay dərdi olanlar, ay hacəti olanlar, nə dərdiniz var bu gecə deyin xanım Zeynəbə. Girdi Zeynəbin xeyməsinə, sərbəsər murəclərimdə Murtəzanın qanı var. Bacı, qanı zil, eşqü zilə qətrə-qətrə qanımın cəryanı var. İmdad elədin məktəb-i Qur'anə Əbəlfəz. Bacı, dərdiməndəm, dərgahızda dərdimin dərmanı var. Dur bir himayə eylə, ağam qovmasın məni. Bacı Hüseyin nə danışır, ağam nə danışır? Dur himayə elə, ağam qovlamasın məni. Zeynəb başını saldı aşağı, yəni Hüseyin deyən yerdə mən nə deyim? Deyir, onda gördülər Əbəlfəz çıxdı Zeynəbin xeyməsindən. Qızlar dayanıb əl-ələ tutub baxırlar. Baxdılar, gördülər başından döyüş papağını çəkdi qoydu yerə.
Belindən qılıncın açdı qoydu yerə. Ayaq yalın, baş açıq qızların arasından keçdi. Birdən söndü İmam Hüseynə baxdı, dedi Hüseyn elə bilmə başqa qapıya gedirəm. Gedirəm Nəcəfə, atam Əlinin qapısına. Gedirəm atama deyəm, ağam qoyuladı məni. Onda qızların ağlamaq səsi ucaldı. Rüqəyyə gəldi qabağa, qoyun əvimdən özüm danışım. Məndən keçməz, qoyun özüm danışım əmimlə. Gəldi dolandı Əbəlfəzlin başına. Əmi hara gedirsən? Getməyin olsa da fikr et mənə, ondan sonra get. Bağla qollarımı, ver düşmənə, ondan sonra get. Dedi qızım hara gedirəm, haram var hara gedim. Belə danışma, qeyrətim məni öldürür. Aşura günü demirəm nə oldu. Gəlib sağollaşmadı qızlarla. Qorxurdu Səkinə dözməyə, Rüqəyyə dözməyə. Onu o qədər çox istəyirdilər uşaqlar. Vidalaşmaqdan qaçırdı. Gəldi tez su qablarını götürdü, dedi balalar gedirəm su gətirməyə. Demirəm nə oldu. Demirəm nə oldu. Day mənim də taqətim yoxdur bu sözləri danışmağa. Sizin də yəqin taqətiniz yoxdur. İmam Zaman ağanı da narahat eləməyək. Amma uca yerdən yıxılan vaxt birini görsəz əgər, uca yerdən yıxılan vaxt birini görsəz əgər, qoyar əvvəldə bu məlum idi qolları yerə. Görmüsünüz bir adam uca yerdən yıxılanda neynir? Qolun verir qabağa. Olmadı qolları, yıxılan vaxtı da versin qabağa. Üzü üstə gəldi yerə. Bilmirəm nə oldu, yanıqlı dildə qardaş səslədi. Yaderəm bir yol 34 ildə qardaş səslədi. 34 ildə birinci dəfə Hüseynə qardaş dedi. Hüseyn dedi, Zeynəb bu kimin səsidir? Özü başa düşdü. Dedi qardaş, qardaşım Əbəlfəzlin səsidir. Onda əlin qoydu belinin üstünə, əl-anin kəsərə zəhri. Əbəlfəz belimi sındırdın. Əbəlfəz şəhid olandan sonra düşmən cürət tapdı xeymələrə tərəf gələ. Ondan sonra cürət tapdı. مرتبه و عشقی دوالو سنبفز Uyutti güzel sabahlara sana benfez Dünyadan azar kerdi Zehra sana benfez شایستم الحق چه به عنوان اول فصل